Herkese salam, kanalıma evliyime hoş gəlmişsiniz. Qış geri qayıdıb, yəni heç aprelə oxşamır. Üniversitə gedirəm. Əslində vlog başlatmaq kimi bir fikrim yox idi, amma dedim başladım da, gərək nə olur. Avtobusu qaçmışam və çox soyuqdur, dəhşət. Biraz keyfsiz günümdəyəm, amma olsun, hər şey yaxşı olacaq, bəli. Negativ ötürmək istəmirəm. Gəlib çatdım, biraz gecikmişəm, amma olsun. Sokalarım da bir havalı oldu ya. Aşağı düştüğü çıkmadan. Neyse. İnşallah yeniden aşağı düşmezsen. Amin. Oh böyle çıktı. Şimdi mi? Gedən sənət versiyada su yeyirlər yoxsa içirlər? Yeyirlər də yəni. Fötə gedirik dostlar. Föt maşallah yenə doludur. İdarə edər amma yəni. Günayın gətirdiyi konfetlər. Yediğin zamba yani. Sizə bizim ixtisasda magistr oxumaq vacibdir. Əgər laqaped işləyəcəksə. Görürsünüz, vacib deyil. Soxmuram. Sen. 9 deyin ne olar? 10 deyin onda. 9 deyin de. Belki arkasını... Ay Allah. Biz kimi yazmış. Of. De. İnsanlar en yaxşı yaşama metodu empatiya qurmaq, özdən yaşamasıdır. Dastir ki, geçen bir sözü var ise, bir eyni şeyi yaşayanlar değil, eyni hissetkiçilerler birbirine düşerler. Ona göre, sen onu eyni şeyi yaşamışsan ama onun gibi yaşamak için de o baş düşmesin. Onun için sen karman gel. Salamlar. Şükür ki bugün hava yaxşıdır. İnşallah avtobus qaçmamış olaram. Allahım 3 dənə qaybım var bu dərsdən. Nə bilim. Yaxşı olacaq, yaxşı olacaq, yaxşı olacaq, yaxşı olacaq. Etsən yenə gecikdim. Yəqin ki, yapışdıracaq qaybı. Of. Nə bilim mən. Yemək yedim deyə gecikdim mən. Benim qarnımdan önemli değil yani müəllimə. 10 dəqiqə gecikəndə də bir nə olur? 10 dəqiqə yox, 5 dəqiqə. Neyse dostlar, neyse, heç nə demirəm. Of. Dostlar, ürəyim çıxır yerindən. Birdən 8 kimi ayağımdan qalxdım ki, gecikməyim, çox şükür gecikmədim. Belə, nəfəsim kəsildi. Ürəyim çıxır. Söz neydi? Düşəndə sizinlə o qədər Tutmuştu. Kırıldı ve yere döküldü. Yere düştü. Düşen. Kırıklar. Düşen kırıntılar. İnsanı. əlinə batdı. Bir tane sulamar. Salamlar. Bu qız yenə üniversitə gedir. Amma bilin ki, ardıcıl çəkirəm də, hər gün sonlandıra bilmirəm vlog ki, hə, bugün qutardı, bugünlük bu qədər. Həftənin 5-ci gündür. Gedək görək nə olur, çox şükür bugün gecikmirəm. Günəş var, amma heç günəşə aldanmayın, yenə çox külək var. Soyuq da var. Belə. Avtobus gəlir, hə, gəlir. Gəlib çatdım dostlar. Ev yeməyi aldım. Bugün 2 dərsimiz var şükür. Belə. Nə qəşəng yemək. Peki aparacağım, götürüp aparacağım bu hayatı. Demişəm ki, ama yaxın. O da bu oldu. Dostlar, biz voleybol oynamağa gedirik. Hava elə də... Dostlar.
Bu gün voleybol oynamaya getdik. Allah qoysa oynayacaq. Yəni ilk dəfə dair uşaqlar bir yerə gedə bilirik. Yox, keçən həftə getdik biz. Bir də wow bir hava yoxdur amma oynayıb isinərik deyə düşünürük. Nəyi alırıq? Yasəməni falan. Biz o sırada top oynamadıq. Çən çeviriyor mu çən? Kim vlogda olmağa razıdırsa onlar baxsın. Sonra mənə deməyin ki, şeylər peyda olub. Şəkil yayanlar peyda olub silin. Anne! Dostlar, bu dırnaqlarımla gedirəm voleybol oynamağa. Uşaq qırılmaz. Qırılacaq deyə düşünürəm. Dönəndə çəkəcəm bunun yenə halını sizə. Gedək. Ay ne şey ya. Bir saniye. Topu götürüp karşısına meşhur oynayamayacağım. Hava şəraiti tam voleybola uyğun bir şərait. Bu an çox yorulmuşam, dəhşət. 2 dəfə ortada qaldı, oynadıq, nəfəsim kəsildi. Hər kəsə salam. Yanaqlarımı yenə çox qısartmışam, elə bil. Olsun. Həftənin birinci gündür, universitetə gedirəm. Avtobus gəlib, amma mən 1-ci marketə getməliyəm. İnşallah ki, qaçırtmaram onu. Dönəndə çatıb otura bilərəm. Deməli, boş bir otaq tapmışkən söhbət eləyə istədim. Dərsə gəldim, gördüm ki, öz müəlliməsini yoxdur və o bir qrupu müəllimə istəyir ki, birləşək. Qızlar dedi ki, birləşməkdənsə gedək gəzək də. Onsuz da universitetin qurtarmağına da az qalıb. Gördüm, qaybım da bir dənədir, razılaşdım, dedim gedək. Universitetin arxasındakı bisetkalarda oturmağı düşünürdük, amma gördük ki, orada yer yoxdur. Dedilər kefsi gedək, mən kefsi getmək istəmədim. Orada kefim pozulacaqdırsa, mən gəlib sakit oturmuşam da burada, yəni niyə istəmədiyim bir şey edeyim ki? Neyse, bu qədər, belə. Başım sakitdir. Düzü qayıb aldım boş yer, amma olsun, xeyirlisi, kefimi pozmuram. Sakit oturmuşam, boş otaq tapıb. Həm hava da çox istidir. Mən nə vaxt nəzli geyinsəm, hava çox soyuq olar, nə vaxt qalın geyinsəm, hava çox isti olar. Əsas sarışo geyinəcəkdim. Mən niyə dəyişdim fikrim, bunu geyindimsə? Neysə də otaq yaxşı sərindir. İndi gəlib çayımı alacağım, gəlib çayımı içəcəm. Sonra birazdan marketə gedib yeməyimi alıb gəlib yeyəcəm. Belə də yəni. İstəmədiyim yerdə olmaqdansa, keyfimi pozmaqdansa istədiyim yerdə olmağı tərcih edirəm yəni. Şükür. Sevdim səni Leyli. Yəni demək istədiyim odur ki, siz də ay birdən kimisə xətrinə dəyərəm, ay nə düşünərlər falan deməkdənsə birinci özünüzü düşünün ki, mən nə istəyirəm? Mən həqiqətən burada olmaq istəyirəmmi? Mənim istədiyim bir şeydirmi? Yəni burada vaxt keçirmək. Yoxsa o inciyər, bunun xətrinə dəyər. Birinci özünü düşün. Sən orada yalandan deyib gələcəksənsə ki, hə, heç kimin xətrinə dəyməyim, axı sən xoşbəxt olmayacaqsan. Ona görə də harada olmaq istəyirsənsə orada ol, nə eləmək istəyirsənsə onu elə, o nə düşünər, bu nə düşünər, o nə deyər, o inciyər deyə düşünmək üçün. Universitetimizin mənzərəsi gecələr daha gözəl olur, qəşəng işıqlı olur. Dodaq kombom nə qəşəngdir bugün. Yəni universitetdə bəlkə də ilk dəfədir ki, mən bu qədər huzurlu hiss edirəm. Həqiqətən də hər şərdə bir xeyir var. Çayımı da aldım, gəldim. Evdən şirniyyat gətirmişəm, yaxşı ki. Mən özümdən qalmağı sevirəm. Belə kalabalıq artıq mənə çəkmir də, yəni. Özünüz sevin, öz dəyərinizi bilin. Qız keçən dəfə deyir ki, sən niyə ancaq belə eyni vloglar çəkirsən? Deyirəm ki, yəni getdiyim bir yer universitetdir. Evdə nə vlog çəkim? Mehri Nihatla qırışır, Nihat Mamanla qırışır. Yəni evdə nə vlog çəkim? İnşallah ki, o fərqli vloglarda gələr. Hələ ki, yox, çünki elə imtahanlar başlayır. Bu qədər çox danışdım. Çayımı içim. Şükür, belə. Hər kəsə salam dostlar. Bugün biz Günəşliyə gedirik. Əmim oğlunun 2 yaşı olur. Mənə görə təsirdilər ki, pomada da vurmamışam, sırqalarımı da taxmamışam. Amma avtobusda eləyəcəm. Oradan da Günəşdən də çıxıb universitetə gedəcəm. Belə.
Sırqalamı tapdım avtobusda. Dodaq komanda çox qəşəng oldu. Bunların da ağız dayanmır. Balam mənim. Çəkil uşağın başlarını çəkil. Nə qəşəngdir həyatım. Kim alıb onu? Kim? Ata. Nə yaraşıqlısan? Bu nə kombin diye, balam, bu nə köynək diye. Bax, mən bu şalvarı nə vaxt giyinsəm, üstünə bir şey tökülməlidir. Mən tökmədim, uşaq tökdü düzdür. Neyse, inşallah ki, izi qalmaz. Ballam açdı. Gel verin gel. Tuzlusun ama. Görmüsən, çoban. Yoxdur, gedib. Buradadır. Mən çəkmədə. Gedib baxı. Dostlar, biz aşağı düşürük. Bizdən qabaq bizim geyindiyimizi görən kimi geyindi durdu. Bu nə yaraşıqdı həyatım. Gəzmə gedirik. Üşüymiş, Rozan tırpaladık ki geyindirmə. Niye varsa? Balamın kombini yapıyor. Gedək. Yürü mü? Ay can. Mənim adım nədir? Mimi. Mən də deyirəm o maşından axtar, atasının qəpiklərini götürüb. Heç nə yaparsan. Afərin sənə. Haralara girmişəm, topu da hər yerə atırlar. Hər yerə atırlar. Yaxşı ki, çox uzağa getməyib qan utturardı bizə. Çox da böyük top da axı. Atmaya da tuta bilməyəcəm, yaxşı? O tərəfə at, o tərəfə. Çocuk, bu sifəti yerəm, bu sifəti yerəm. Getdi bağlam, getdi, get tut. Yoruldum nəhayət gedirik, evə gedirik nəhayət. Bir saat var çöldəyik. Var. Safi hərflər var. Gülməkdən oxuya bilməyəcək. Salamlar. Markete gidip geldim. Yine derse gecikirəm. Çok qəşəngdir ama. Yani bu kızın bu kadar gözdə olmasının səbəbi. Heç bir derse gecikəmən deyiləm ya. Nəhayət mən bu evdən çıxa bildim. Saat 1-dir. 2-10 dəqiqə qalmış dərs başlayır. Neyse heç olmaz. Müəllim onsuz da tez yazmır. İstifadə edirəm. Havalar da qəşəngləşib. Gedə görək nə olur. Dostlar, üniversitedəyəm. Birinci dərs qutarıb amma bilirəm ki, yəni inanıram ki, müəllim qəlb yazmayıb. Getdim, yemək də aldım, gəldim və bu güzgülərdə arxa kamera çəkəndə çox sevirəm. Videolar qəşəng görsənir. Mən qəşəngəm. Neyse. İstidir. Amma axşam qədəndə soyuq olur deyə ceket giymişəm. Biz dərsdən çıxdıq, yenə voleybola gedirik. Keçən dəfə, yəni 2 gün, cidden mən 2 gün çox çətin tərpəndimdi. Hər yerim ağrıyırdı. Neçə müddətdə oynamadım. Sonra birdən 2 saat dayanmadan oynamaq, yəni heç yaxşı təsir eləməmişdi. Amma bugün yenə gedirik, bəli. Arzunu gözləyirəm ki, topu götürsün, gedək burada Hüseyin Cavid Parkına. Herkese salam. Biz Bibiklə gedirik. Əslində 28-ə gedəcəkdik nənəgilə, amma planlar dəyişdi. Həftənin bazar gündür bu arada. Bir həngamla çıxmışıq evdən qırışa-qırışa həmişə kimi. Çox istedi amma olsun. Demişdim ki, havalar isinsin, deyinməyəcəm yəni. Çox şükür. Gedək.
Bir dənə biz qalmışıq. Vlog çəkirəm də bir sus. Şükür ki düşürük nəhayət. 40 dəqiqə sonra ki buradayıq. Amma avtobus çox qəşəngdir, yəni çox komfortlu. Mehri Məzəgil çox komfort bir avtobusdur. Nömrəsi 140 dostlar. Bir də yanımda. Mən burada bunlarla yola falan çıxmaq fikrim yoxdur. Hər dəfə deyirəm, amma yenə də gəlirəm bunlarla. Nihat da üzülməz bir insandır da, yəni. Dəhşət bir insandır. Rayona oxşadı bura. Almansa nerede? Kişiye parıldıyoruz. Ayo, mən yemişəm. Dün axşam da yemişdim. Şöyle bezdirildi. Santayla. Marozlu, 4-5 olan kimi. Gözlüydü ki, səsi gider göbeği alır. Nə deyir? Değişti. Oturmuşam burada. Qəşəng şəkillər çəkdirdim. Çox qəşəngdir, bu çox rahatdır. Çaylarım. Elə konfetlər aldım. Neçəydi o? Bu bilə. Deməli saat 7-yə qalıb evə qaydırıq. Çox şükür, çox gözəl bir gün idi. Yedik, içdik, dedik, güldük. Min şükür. Bu vlog uzun da ola bilər, amma artdıya da bilərəm, bilmirəm. Bir də nə zaten universitet gələn həftədir. Sonra onlayn, sonra da inşallah imtahanlar başlayır. Böyle də xeyirlisi olsun. Getdik. Beləliklə bir vlogun da sonuna gəldik. Fikirlərinizi bildirmək və kanala abunə olmağı unutmayın. Sağ olun, digər vloglarda görüşərik.